Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni sorursanız, mən də şükür yaxşıyam. Dedim ki, bir vlog başladım sizlərlə də. Çoxdandır ki, vlog çəkmirəm. İnanırsınız, kanalda nə qədər yazanlar olur ki, vlog paylaş, niyə vlog çəkmirsən, niyə vlog gəlmir? Qızlar, inan Allah deyirəm. Heç həvəsində deyiləm də. Bilmirəm, bu aralar kanalı boş-boşuna çox buraxmışam. Allah axırımı xeyir eləsin. İnşallah ki, yaxşı olar. Belə market alış-veriş etmişik. Həm yəni gündəlik aldığımız ərzaqlar. Biz bilirsiniz ki, aylıq bazarlıq etmirik. Yəni bilən izləyicilərim, köhnə izləyicilərim bilirlər məni. Çünki gündəlik bazarlıq daha yaxşı deyə düşünürəm. Gündəlik nə ehtiyacımızda onları da alırıq. Hər zaman çalışıram ki, gündəlik məsəl üçün nə ehtiyacdır onları alaq ki, həm necə deyim, qida çıxarına çox çıxmasın, belə deyim də, xarab olmasın, nəsə olmasın deyə. Həm də az 2 nəfər olduğumuz üçün, yəni az yeyildiyi üçün ona görə çox alıb yığmağın nə mənası. Onun üçün elə gündəlik bazarlıq edirik, belə gündəlik nə ehtiyacdır onları da alırıq. Bu arada sizlər necəsiz, nə edirsiniz, nə işlə məşğulsuz, haralardasınız? Bu istilərlə nə edirsiniz? Qızlar, dəhşət istilər var. Heç yəni tərpənmək olmur da. Ən çox da elə vlog çəkməyimin səbəbkarı bu istilərdir. Evdə bütün günü elə leş olub otururam bir tərəfdə. Səsim də çıxmır. Ancaq videolara baxıram. Arada yemək pişirmək, qaynanam gəlib pişirir yeməyi. Elə mən də yoldaşıma yemək verirəm. Ondan sonra otururam demək olar bütün günü. Ancaq elə telefona bax. Uzan, dincəl, heç nə yox, bekarçılıq bir sözlə. Sağ əlim bütün bekarçılıq istəyənlərin başına olsun. Həqiqətən yəni bekarçılıqdır. Heç evin də işi olmur o dərəcədə. Qışda deyirəm ki, bundan çox işimiz olur da. Bu niyə belədir bilmirəm. Qışda məsəl üçün hər gün təmizləyirsən. Çünki hava yaxşı olur. Sərin olur da. Elə ancaq istəsən iş görəsən. Amma belə istilərdə ümumiyyətcə mən iş görmək heç istəmirəm də. Yəni heç qəti şəkildə, yəni heç tərpənmək istəmirəm. Ona görə qızlar, yəni vlog çəkməməyimin səbəbi başlıca budur. Belə bu arada yazıb soruşanlar olmuşdu sağlığım haqqında. Çox sağ olun gözəllərim, hər biriniz var olasınız. Yaxşıyam artıq, şükür Allaha. Müalicələrim gedir, hər şey yaxşıdır, hər şey yoluna düşüb. İnşallah ki, daha da yoluna düşəcək. Qaynanam yeməyimizi pişirib, sağ olsun, əllərinə sağlıq. Allah bütün analarımıza can sağlığı versin. Bizimkilər də onların içində. Göz haqqınızda halal edin bu arada qızlar. Yayın yeməyi düşünürəm ki, 3 bacı dolmasıdır. Yayda başqa heç nə, yəni. Ancaq elə 3 bacını pişirsinlər, oturaq yeyək. Mənə görə yayın ən gözəl yeməyi 3 bacı yeməyidir. Sizin necə fikirlərinizi yorumlarda yazmağı unutmayın. Və bir də ki, zəhmət olmasa kanalım qarşınıza yeni çıxıbsa, mənim üçün böyük bir şey olan, sizin üçün amma kiçik bir toxunuş olan bəyənməyi və abunə olmağı unutmayın. Bir də ki, şərhlərinizi də gözləyirəm. Burada isə salat hazırlayıram. Qızlar, salatın adını yay salatı qoymuşam. Əslində bu salatın adı yoxdur. Heç YouTube-da da yoxdur. Bunu mən özümdən icad eləmişəm. Əslində siz buna istəsəz filə də qata bilərsiniz. Amma mənim filem olmadığı üçün əlavə etməmişəm. Fili olsa da yaxşı olar, olmasa da yəni problem deyil. Məsəl üçün, dietik salat kimi daha yaxşıdır. Mən mayonezi sevən insan kimi mayonez əlavə etdim. Amma siz məsələn mayonez istəmirsinizsə, yəni kökəlməyə düşünürsünüzsə, mayonez əlavə etməyə bilərsiniz. Elə adi belə hazırlayıb, doğrayıb, kahını əlavə edib, elə adi duz üstüyor, bir də ki, limon turşusu vurub, belə nuşada bilərsiniz. Bu bir nömrəli salat var. Ona da oxşur bir sürü. Neydi o salatın adı? Yadımdan çıxdı hal-hazırda. Yadımdan çıxdı. İçərisinə suxari də qatırlar. Unutdum qızlar. Yadıma düşsə yazaram bura. Ona görə o salata da oxşuyur. İstəsəz, yəni o tipdə hazırlaya bilərsiniz. Mənim suxari, yəni salatda xoşlamadığım üçün suxari əlavə etməmişəm. Amma yəni istəyən insan əlavə edə bilər. Çox gözəl bir dadı da olur. Onu yemişəm əslində restoranlarda, amma belə evdə hazırlamamışam, yalan deyərəm. Və qızlar, istəyirəm ki, sizlə bir şeylə bölüşüm. Həm
salatımı hazırlaya, həm də ki, mən də sizlərlə danışım. Deməli qızlar, kanalım haqqında yeni bir qərar vermişəm. Düşünürəm ki, bu qərarıma hər kəs hörmətlə yanaşacaq və hər kəs də bəyənəcək. Bilirsiniz ki, kanalıma bir həftədən bir, elə olur ki, 20 gündən bir, 10 gündən bir vlog atıram. Bunun da səbəbi uzun vlog olmasıdır. Məsəl üçün, vlog var ki, 5 dəqiqə gündəlik, məsələn, rahat çəkə bildiyim vloqlar var ki, çəkərsən, gətirərsən, YouTube-a qoyarsan, baxış sayda çox olar, amma dəqiqəsi az olar. O dəqiqənin az söhbətinə görə mən vlog paylaşa bilmirəm ki, neçə vaxtdır. Çünki neçə gün çəkirəm, onun hamısını yığıram bir yerə, ondan sonra gətirib onu sizlərlə paylaşıram. Düşünürəm ki, bu da heç sizlərə də yaxşı deyil, mənə də yaxşı deyil. Mənə ona görə yaxşı deyil ki, kanalımın aktivliyi ölüb, tamamilə ölüb, yəni heç aktiv deyil kanalım. Sizin üçün də pisdir ki, vlog yoxdur, izləyə bilmirsiniz. Ona görə qərar vermişəm ki, artıq bir gündən bir dəqiqəsi uzun olmayan, qısa olan bir vlog paylaşacağım sizlərlə. Məsələn, gündəlik gördüyüm işləri, tutaq ki, yuxudan durdum, nə edirəm, nə rejimlər edirəm, yəni gündəlik gördüyüm işləri, rutinlərimi sizlərlə paylaşmaq istəyirəm. Məsələn, gündəlik rutinim nədir, səhər dururam, nə edirəm, nə işlə məşğul oluram, bunları belə qısa bir şəkildə vlog halına çevirib sizlərlə paylaşmağı düşünürəm. Əgər siz də bəyənəcəksinizsə, siz də istəyirsinizsə belə bir şey, dəqiqəsi az olsa da, amma bir gündən bir vlog olan kanalımı istəyirsinizsə, o zaman yorumlarda fikirlərinizi də yazmağı unutmayın. Əgər çox dəstəkçi olsa bu haqda, bunu, yəni, necə deyim, ərsəyə gətirəcəm. Yəni, hazırlayacam belə bir şey. Əgər YouTube-da, şərhlərdə baxacam, kim çox dəstəkləsə, yəni, necə deyim, elə bir ki, istəmirsinizsə yazın ki, yox, istəyirsinizsə yazın ki, hə. Əgər hansı daha çox olsa, ona qərar verib onu edəcəm. Ondan zaman sizi yorumlarda gözləyirəm fikirlərinizi. İnşallah ki, sizin də ürəyinizdə olacaq bir şey olacaq bu. Düşünürəm ki, gündəlik vloqları izləməyi kim istəməz. Ona görə yorumlarda yazın, mən də qərar verim. İnşallah ki də düşünürəm ki, hər kəs razı olacaq buna. İnşallah mən də sizlərlə gündəlik vloqlarımı paylaşa bilərəm. Belə qızlar, salatım hazırdır. Göz haqqınızı halal edin bu arada. Dediyim kimi, kim mayonez istəməsə mayonezsiz də hazırlaya bilər. Elə belə adi hazırlayıb nuş edə bilərsiniz. Qarğıdarından çox dadlı olur. Hər kəsin məsləhət görürəm. Ondan sonra isə getdik yenə bazarlığa. Bu ayrı-ayrı günlərdə çəkilmiş bir şeydir təbii ki. Axşam qonaqlarımız gələcəkdi deyə, yoldaşımın bacısı, yəni baldızım gələcəkdi deyə, ona görə biraz bazarlıq elədik evə. Adi gündəlik istifadə etdiyimiz yenə şeylər. Qəşəng göyərtilər var idi. Biz də dedik elə alaq. Göyərti hər saat yaxşı olmur. Elə olur ki, heç pis gündə olur, yaxın durmaq istəmirsən, amma bəzən də yaxşılar olur. Mən kahını buradan almışdım, elə ki, bir gün bundan öncə. Belə, burada da qızlar, axır vaxtlar yaman dadanmışam belə siz tuma. Yəni ki, belə, o biri paketlərdənsə bu yaxşıdır deyə düşünürəm. Qovururam evdə. Elə daha yaxşı olur məncə. Həm uşaqlığın yadına salır adam, həm nostalji hisslər yaşayırsam. Ona görə düşünürəm ki, eləsi daha yaxşıdır. Burada da qaynanam pendir almaq istəyirdi. Onlara baxır ki, pendir alsın. Mən də burada sizlər üçün biraz çəkdim. Qızlar, bunu anam məni görsə öldürəcək. Deyəcək ki, bunu da almaq istəyirdin. Mənim anam belə şeylər göründü. Deyir, bu nədir? İndikilər deyir hamısı. Hər şey hazır tapırsınız deyir. Nə vecimizə dünya aləm. Əvvəl idi deyir o şeydir, nədir? Hardasa gedib nəsə tapıb gətirən. Siz indi deyir, hər şey əlinizin altında, hər şey rahat. Deyirəm ki, heç bir şeydə ana, onun günahı məndə deyil, axı qurban olum sənə. Onun günahı sizdədir. O vaxtda da olmayardınız, indi də elə olmayardı. Biz bu vaxtda da olmuşuq, bu vaxtda da. Bu vaxtda da görürük də, neyək indi, necə eləyək, dövranımızı mı dəyişək, ilimizi mi dəyişək, alması bir şey deyil. Nəysə, qızlar, yorumlarda da fikirlərinizi yazın bu haqda. Anam oxuyacaq. Məni təkləməsin. Qızlar, axır belə bəzən bu annələrin bu fikirləri beni öldürüyor. Ah canım anneciğim. Bu arada mənim bir türk izləyicim var.
mənim Özgüvən bacımızın bilirsiniz, Özgüvən vlog adı ilə gəlir o bura. Yəni bütün vloqları izləyir. Çox blogerlərin kanalını da izləyir. Həm o, həm də Elvira xalamız var, bilirsiniz. Bu Elvira xalamızın qudası məni izləyir. Dünürü, yəni Türkiyədən. Buradan onu da salamlayıram. Aramıza xoş gəlib. Yeganə türk izləyicimdir mənim. İnşallah ki, sonuna qədər də bizimlə qalar. Buradan onu salamlayıram. Allah can sağlığı versin. Necə deyirlər, türk dilində danışmaq istəyirəm, bacara bilmirəm. İnşallah ki, daima bizimlə hep birlikdə olur. Buradan onu selamlıyorum, öpüyorum. Teşekkürlər gəldiyi üçün aramıza. Allah Onur balamızı da saxlasın inşallah. Burada da qızlar qarğıdalı almışam. Qarğıdalını çox sevirəm. Yəni yayın ən sevdiyim bir özəlliyi bu qarğıdalıdır qızlar. Dəhşət çox sevirəm. Mən məsəl üçün heç nə verməsinlər, gətirsinlər yay üzümü qarğıdalı versinlər, yeyərəm, heç uf da demərəm də, yəni təsəvvür edin. Ona görə çox sevirəm deyə qarğıdalı almışdıq. Mən də dedim elə bunu tez bazar qaynadım. Təsəvvür edin ki, belə bir xasiyyət var məndə. Allah mənim xasiyyətimi kəssin. Gecə məsəl üçün almışıq saat 9-da zətdə məsəl üçün deyirəm də, biz almışıq qarğıdalını. Mən gəlib onu qaynatmamış, yeməmiş yata bilmərəm qızlar. İnanın yata bilmərəm. O orada qalıbsa, elə bilərəm ki, yəni nə qoymuşam da orada, nə danışırsınız, onu qaynatıb yeməmiş mən hara yatıram. Neysə, biabır oldum. Belə qızlar, bunu da qaynatdım. Sonra tum da qovurdum. Mətbəxin mebelinin üstünü biraz yığışdırdım. Qarğıdalını təmizləyəndə aləm dəyər bir-birinə. Satıcı da bir balaca bir oğlan idi. Satıcılıq eləyirdi də. Atasının yanında yəqin kömək eləyirdi. Gördüm təmizləmək istəyir, qoymadım. Dedim qaqaş dəymə, mən özüm evdə aparıb təmizləyərəm. Çünki nədənsə onlara əziyyət vermək ürəyimdən gəlmir. Çünki əziyyət çəkirlər. Onsuz da gündə bir müştəri ilə rastlaşırlar. Ağıllısı olur, dəlisi olur. Nə bilim, gündə bir adam görürlər. Ona görə əziyyət çəkirlər. Onlara qıymıram heç zaman. Ona görə əziyyət vermədim. Dedim, qoy aparıb mən evdə özüm təmizləyərəm. O da gətirib təmizləndə də burada aləm dəyir bir-birinə. Qarğıdalının saçaqları hərəsi bir tərəfə dağılır. Ona görə təmizlədim qızlar. Orada da qaynanam börək pişirmişdi bizim üçün. O qalıb qoymuşam oraya ki, göz qabağına ki, yoldaşım görsün, götürsün, yesin qızlar. Göz qabağında nəysə olmasa ömür billah götürüb yeməz. Mən bəzən məsəl çıxıram, düşürəm aşağı qaynanamla, həyatda otururuq eləyirik, görmür, yəni gəlib baxmır. Amma göz qabağına qoyanda nəysə, üstünü bağlayıb qoyanda bilir ki, orada nəsə yeməli bir şey var. Ona görə götürüb baxır, özləri götürüb yeyir. Onun üçün də hər zaman çalışıram ki, yemək olan məhsulları göz önünə qoyum ki, yəni görsün, yesin. Belə, burada da tumu qovurduq. O vaxtın yadıma düşür uşaqlığım qızlar. Təsəvvür edin ki, mama peçin üstündə qovururdu belə nostalji hisslər. Atam əskərliyindən danışırdı, mama öz cavanlığından danışırdı. Bir sözlə, heyf o günlərdən. Belə qızlar, bu arada bu günləri 1 iyun Bakılılar günüdür. Buradan da onları təbrik edirəm. Öz qaynanam da ailəmdə içində olmaq şərtindən bugün Bakılılar günü olduğu üçün bütün Bakılıları təbrik edirəm. Gününüz mübarəkdir. Allah hər birinizə can sağlığı versin. Belə, qonaqlarımız da gəldi. Baldızımgil gəlmişdi. Burada da mənim minnoşumun əlləridir, xalasının ürəyidir. Allah saxlasın bütün balaları. Mənim baldızımın da uşaqları onun içində. Burada səsimi sollandırıram sizlərlə. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi, mənə dəstək olub, fikirlərinizi də yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti vlogda, növbəti videoda görüşərik. Hələlik.